Başlayaq. Hazırsan? Çoxluq bildirən şəkilçilərimiz hansılardır? Varlar. Çoxluq bildirən şəkilçilərimiz neçə cür yazılan şəkilçilərdir? 2. Yaxşı, sən mənə denən görüm, qələm sözü təkdədir yoxsa cəmdədir? Tək. Təkdədir. Bəs onun cəmdə necə olacaq qələm sözü? Qələmlər. Yaxşı, kitab sözü təkdədir yoxsa cəmdədir? Tək. Yaxşı, cəm necə olacaq? Kitablar. Nəyə görə? Kitablar yox, kitablar olur. Hansı qanuna əsasən larlər şəkilçisi sözləri qoşulur? Açqan. Ahəng qanunu, afərin. Yaxşı, sən mənə denən görüm bəs, kitab sözündə nəyə görə lar şəkilçisi artırırıq? Kitablar olur. Sonuncu sayt hansıdır? Kitab sözündə, axırıncı sayt. A qalındır, incədir. Qalın. Qalındır. Ona görə də lar yoxsa lər artırırıq? La. Lar, afərin sənə.